Gedər elektromobil var, acından ölərsən. Mən sənə üçün deyirəm. Danışacaq ki, siz toku düz zaryadka eləmirsiniz. Gəl məndən generator al. Bu dəfə Frontlander'dan danışacağıq. İlkin təəssüratım Qardaşım maşını da çox pisləşir. Texniki olaraq çanqamına çatası deyil. Bunun qapağı niyə yoxdur Rəşad usta? Bu kompakt crossoverdir. Bizə radioda deyirlər, mən filan maşını alım, filan maşını. Uzun yol maşını kimi mən bəyənmirəm. Qısa məsafələrə ideal. Adam yazır ki, 40 min pulum var, nə alım? Aydın məsələdir ki, bu Y-klass deyil. Mənim ən sevmədiyim şeylərdən biri də budur, burada qoltuq altı yoxdur. Bura çox kasıbdır. Yəni bu sənin gözünə belə şey gəlir ki, 3 dənə düyməni niyə qoymursan? Menyudan zeytunu çıxartmaqdan neçə milyon illik qənaət edir. Çin olmayana qədər bu bizə batmırdı. Və Toyota'nın əsas gözəlliyi odur ki, köhnə ənənədən çox kənara çıxmır. Çoxdandır yeni avtomobillə bağlı çəkiliş eləmirik. Ona görə ki, həm öz ürəyimiz olmur, mən burada oluram, Rəşad olmur, Rəşad olur, mən olmuram. Bəzən də avtomobili tapmaq olmur. Ona görə biraz da yay fəsildir. Üst-üstə səbəblər çoxdur. Bu dəfə Frontlander'dan danışacağıq və əslində yenə də bizdən çox soruşulan Toyota modellərindəndir və o baxımdan diqqətimizi çəkdi ki, qiyməti hələ ki azalmayan avtomobildir. Yəni biri var ki, o qiyməti ölən mərdimazlar həmişə var da. Sonra deyir ki, dizel niyə bəyənmirsən? Dizel keçəndə elə bilirsən ki, harada qalmışdım? Qiymətində əksinə, yəni biz görürük ki, məsələn, həmişə Çin maşınlarla bağlı bizim narahatlığımız var da, tez qiymət itirir. Burada biz nəyə görürük? Hələ əksinə, bu dəqiqə qiyməti üzərinə gəlib, o da aydın məsələdir. Ötən ilin sonuna qədər alınanlarda güzəştlər ləğv olundu və onun fonunda təbii ki, bu avtomobillər biraz dəyər qazandı. Pərviz bəy avtomobilin sahibi qismində həm də onun fikirlərini eşidərik, çünki sürücünün rəyi bizim üçün önəmlidir. Rəşad usta da ki, öz yerində texniki tərəfdən nə var nə yox bizə öz fikrini bildirər. Xoş gördük Rəşad usta. Salam, xoş gördük. Avtomobil haqqında bir ümumi məlumat verim. İlkin təəssürat nədir? İlkin təəssüratım Çəkinmədi. Çin avtomobilləri bu qiymətə artıq o qədər belə gözəl dizayn avtomobillər verirlər ki, həqiqətən... Əslində biz buna Toyota kimi baxmalıyıq da. Çin anladım, Toyota kimi baxıram, amma yenə də deyirəm, qiymət 40 min ətrafındadır da. 40 min ətrafında biz bu ilə rəqib qiymət götürürük Çangan 207. Unize də var məsələn orada. Yox, Unize aşağıdır. Unize'nin fullunu deyirəm, değil mi? Çangan Q7 ilə bör-börə qoysaz, gözəllik baxımından o daha gözəldir. Salon daha inovativ. Qardaşım maşını da çox pisləşir. Yox, əslində özünün seçimləri içində onu alanda deyiblər də, Unize al, başqa bir şey al. Amma məncə o daha məntiqli seçim eləyir. Çünki burada eyni Toyota Cross'la eyni avtomobildir. Sadəcə zavod fərqləri var. Biri FAV-ın zavodunda buraxılır, bu qazın zavodunda buraxılır. Texniki olaraq eynidirlər. Plug-in hibrid avtomobildir. Planetar pillələr qutusu illərdir tanıdığımız, təriflədiyimiz pillələr qutusu. gördüyümüz o uğurlu. Bunun bir də digər variantı var. Hibrid olmayan versiyalarında shift gear variator sistemidir. Onlarda da necədir? O robot gedir də artıq. Variatordur, sadəcə orada necədir? Yerindən pillə götürür ki, güc düşməsin həmin o qayışın üzərində. Ondan sonra artıq ötürür qayışın üzərində. Yenə də qayışlı variatordur. Mühərrikana Amma görəndə bunda biz artıq planetardır. aydın olacaq. Texniki olaraq bayaq o Çanqanın xeyrinə danışdım. Texniki olaraq Çanqan buna çatası deyil. Ənənəvi mühərrik, pillələr qutusunda çat. Elə onu deyirəm mən, amma Pərviz özündən soruşurum.
Pərviz də elə bayaq qeyd elədi ki, bəs mənə də o vaxt alanda dedilər ki, bəs ondan sonra Unize falan. Unize, Unive. Hə. Hərçənd ki, bu 37 minə başa gəlib ona. 37 min. Mən bunu alanda onlar Unize'lər 34 min, 32 min civarında idi. Aha. Unive'lər də aşağı yuxarı. Razıyam ki, Unize'nin görünüş Q5'lər olaraq var. eksteriyerdə bizi aldadacaq. Deyəcək ki, Unize'dir də bu genişdir, rahat. Görüntü olaraq çox gözəldir. Yəni mən razıyam. Həqiqətən çox gözəldir. Bəs necə bunu seçdin? Mən biraz köhnə təfəkkürlü insanam. Evdə də, dost tanışlar da dedi. Yəni mən bunun mühərriki və sürətlər qutusu mən bildiyim qədər Toyota şirkəti tərəfindən təmin olunur. Bəli. Sırf onu nəzərə alıb bunun seçiminin üstündə durdum ki, ən azından Toyota sürürəm. Yox, təbii ki, keyfiyyət və qiymət baxımından Rəşad usta, necə ki Toyota Corolla Cross-u buradakı nümayəndəlik deyir ki, bəs fərqlidir. Bəli. Hərçənd ki, onun fərqli variantları var, amma bunun fərqli variantı yoxdur. Çünki bu ancaq Çindən gəlir. Bəli, yalnız Bunun nə oradan Amerika, gəlir. nə Bəli. Yapon başqa variantı yoxdur. Amma mən bu maşınların Amerika versiyasını görmüşəm. Cross-un. Frontlander yox. Crossun var, Hə. Crossun var, onu deyirəm. Ölçü olaraq, Bəli. görüntü olaraq Yəni eynidir. Frontlander model olaraq Model Çindən olaraq başqa heç yerdə deyil. Onu demək istəyirəm və hətta bu Çinin daxili bazarı üçündür. Amma hə, Corolla Cross-da fərq var. Buradakılar da onu deyirlər və yaxud Highlander-da deyirlər ki, bizimki Amerikadır, o Çindir, fərq var və qiymətdə də fərq var. Amma bu mühərrikxana bizə elə Toyota-nı xatırladır. Bax, Bax, məsələ odur. İstənilən lap Prius 20 gövdəni götürsək, mühərrikxananı açsaq eyni mənzərədir. Bəli, onu deyirəm də, bu burada, Toyota. burada qeyri-adi, sürücünü qorxudacaq heç nə yoxdur. İnverter sisteminin antifrizidir, mühərrikin antifrizidir, mühərrikin özüdür. Hər İnverter şeydə. sistemidir. Toyota'nın ən bəyənilən nədir? Hər şey əl altındadır. Alışma makarası olsun, şamları olsun, kollektor olsun. Yəni bir istənilən texniki məsələlər Toyota öz ənənəsinə sadiqdir. Bir dənə üstünlük burada odur ki, burada artıq siz yeni nəsil ustalar axtarmalı deyilsiniz. Ay buna baxıram, buna baxmıram. Bəli. Buna istənilən usta Azərbaycanda baxacaq. Bu sürücüyə güvən verir ki, sən problem yaşamayacaqsan. Və elə ona görə də deyir ki, mən ənənəvi yanaşıram. Bunun qapağı niyə yoxdur Rəşad usta? Onu Yol mu? soracaqdım. Çin hər şeyin ən ekonomuna gedir. Bunun üstünün qapağı belə yoxdur. Yəni mən onu bazarda maraqlanmışam. Maşın bazarının hissələrində. Yəni olmalı idi, yoxdur, Yox, yoxsa heç birində yoxdur. Mən Maraqlıdır. kim sürürsə bax 200 manat, 250 manat deyirlər. Valla bir qapağa 250 manat. Adi bir 250 manata bura qoyulacaq qapaq varmı? var. Maşın Ha, bazarında var. gördüm mən. Ha, deməli var. adi bir şey deyim Raqib bəy. Bayırın hava ötürməsini götürək də. Bunun altından gəlir. Bunun altından gəlir. Buradakı aranı fikir verirsiniz. Yəni bunu edə bilərdilər ki, bu ağız-ağız otursun. Bu ekonomiyadır. Hə, yəni burada nəsə olmalı idi ki, buradakı mühərrikdəki istini çəkməyə. Yəni biz ona görə deyəndə ki, hər şeyin öz Yaponiyada buraxılanda belə bir şey ola bilməz. Amma nəzərə alsaq ki, bu Mümkün yox. hibriddir. Bu heç mühərrikin çox stilini də görmür. Anlayıram Raqib bəy, amma yenə bir xırda nüans olsa da adamın gözünə, nəzərinə çarpacaq şey. Yenə deyirəm, bunu Yaponiyada bu olası deyil. Çünki istər-istəməz hibriddir. Burada stili ötürmə var. Bir də ki, Toyota Cross-la bunun elə baxıram fərq olaraq bir dənə ön hissədə, Hə, ön hissədə də əsasən. bufer hissəsində Texniki görürəm. olaraq demək olar birə-birdir, hə? Demək olar yox, elə sırf birə-birdir. Heç bir dünəndən araşdırıram ki, hansısa bir məlumat tapım ki, deyim Cross-da belədir, bunda belədir. Yox, əslində o da yaxşıdır. Siz bir ehtiyat hissəsi axtaranda bu əlbəttə. 10 dənə kodla çıxmayacaq. Necə ki, biz onu Çin avtomobillərində bugünkü gündə bax o problemi yaşayırıq. Bəli. Ki, adi o gün Cilidə bir mühərrikin kipkəzini axtarırdıq. Mühərriklə sürət qutusunun birləşən hissədə. Orijinal kodla gətirdiyimiz kipkəz düz gəlmədi. Amma Toyota'da sizi bu gözləmir. Bu mümkün deyil. Maksimum, məsəl üçün, mən yenə də Corolla Cross nümunəsindən deyirəm ki, nümayəndəlik deyir ki, bizdə olan Cross-la Çindən gələnin, tutaq ki, buferində nə bilim neçə milli fərq var. Qanadlarda falan fərq var. Yəni onu tapmayıb Çindən gözləməli olursan. Texniki olaraq əsas odur ki, mənə bu alışma makarası lazımdır, bunun kodu var. Kodunu vurdum, mən bilirəm ki, başqa bir şey gələ bilməz də, variant yox. Ay sağ ol. Bütün mayelər də çox sadədir. Hamısı yenə illərdir Toyota bunu dəyişmir. Yenə C12-dir, C12-dən davam eləyir. Mühərrik yağı sadəcə burada bizə artıq 2 variant verir. 0.8 və 0.16 variantı verir. Aha, o da artıq kifayət qədər var. Pillələr qutusunun tələbi dəyişib, YAT-dir. WS-in daha da aşağı viskozitili olan yağıdır və elektrik ötürməli. Amma var da. Bəli, hər şey. Bu avtomobildə
tapılmayan bir şey yoxdur. Nə Mən əslində elə mayesində birinci Pərviz bəy efirə yazdı ki, transmisiya yağını soruşurdu. Oradan mən dedim ki, Bəli. bəlkə maşın haqqında da bir qısa danışaq. Pilələ qutu yağını 50-də yoxsa 50 min dediniz o gün? 50 min. Sadəcə bir məsələ var ki, pillələr qutusunun yağını cəmi bir dənə şirkət buraxır. Bu da yenə də Çinin elədiyi makinasiyadır. Hə. O Çin avtomobil bazarını əlinə alandan sonra biraz da bu monopoliya Hansı şirkətdir ki? Sworks. Bəli. Çünki bəzilərində birində baxsan Castrol, Ha, onun yağını başqa bir Çin. bəlkə də başqa şirkətlərdə, küçük şirkətdə ola bilər olsun. Azərbaycanda cəmi bir dənə şirkətdədir. Yəni Yaxşı, bu Priusla eynidirsə əgər. yox, Priusla eynidir. Sadəcə orada yağın özüllüyü biraz aşağı düşüb. Pillələr qutusu eynidir. Aha. İstilik ötürmə biraz Yəni fərqlidir. o yağı buna əlavə eləsək, Ee, Yesivitinin Eksperiment aparmaq bəlkə də olar, tapılmasa, amma fakt bir dənə var, o da istifadə olunur. Ha, yox, o elədir ki, o daha çox başqa firmalarda da olacaq, aydın məsələdir. Sadəcə indi O- nə qədər çox tələbat var. Çinlilər Sual bu. istənilən dediyim kimi mayelərdə mühərrik yağında o addım ata bilmirlər, amma pillələr qutusunda atırlar ki, biraz individual tələb və bu yalnız bizdə olsun. Onun franşizasına verilir cəmi 1-2 şirkətə. Ya bizdə deyəndə burada işin sirri nədir? O şirkətə ki, artıq Çində yatırım ediblər, hətta qlobal Bəli. şirkətlərdə, misal üçün deyək ki, Castrolun özü niyə bəziləri ancaq ondadır və yaxud digər markalarda? Çünki onlar vaxtında artıq 10 il öncədən getdilər orada zavod falan tikdilər və Çin də istehsal edəndə orada kim varsa onunla anlaşır. O artıq fikirləşmir ki, mən gedim misal üçün Almaniyada kimisə tapım və yaxud bilmirəm hansısa Türkiyədə hansısa bir zavodla anlaşım. Orada vaxtında kim mövqelənibsə bu gün onun üçün yaxşı bazar açılır. Əslinə baxanda Raqib bəy biraz o tələbləri monopoliya eləmək bu Mercedes BMW-də də olub. Sadəcə mövzu nədir? Mercedes tutam ki 236 17-ni çıxardanda ilk 5 ildə bunu digər şirkət onsuz vermirdi. Sonra artıq istər-istəməz açılır. biz indi Çinlilərin belə güclü inkişafını görürük və bunu hal-hazır 5 ildən sonra bu da açıq bazarda olacaq. Hə, 100%. Biz sadəcə deyirik ki, hə, sənin minnətin olsun ki, mən sənin maşını Hə, almışam, hə, hələ durub bəli. mənə bir xüsusi yağdır. Bəli. Bizim yanaşmamız belədir. Avtomobil içi ilə bağlı da təbii ki, danışacağıq. İndi eksteryer baxımından elə qeyd elədiyimiz kimi burada hansısa başqa bir şey axtarmaq lazım deyil. Bu kompakt crossoverdir. Bax bunu o ifadə son illərdə daxil oldu avtomobil dünyasında dilimizə ki, kompakt crossover. Çünki bildiyimiz SUV-lər biraz daha fərqli, daha hündür olur. Arxası mənə maraqlı gələcək ölçüləri. Salon olaraq. Aha. Salon olaraq buyur, əyləş. Əyləşim. Sənin ayaqların düz gəlsə deməli onda arxası dar. Hə, nəzərə alsaq ki, o oturacaq qabağadır. Yaxşıdır, amma bir məsələ var. Belə əladır, yaxşıdır. Belə olmur da. 1.80 boylanam mən. Amma 3 nəfərə biraz dar olacaq bura. Yəni sən elə oturanda, indi gör mən necə otururam, məsələ ondadır. Aha. Sən elə oturanda mən burada biraz belə sıxılıb otururam. Hə, indi biraz rahat oturun, verin arxaya. Mənim oturma tərzim belədir. Əslində lap belə bərbad deyil vəziyyət. Biraz xahiş eləsəm ki, bir balaca qabağa verin. 2 nəfər rahat otura bilir. Dediyim kimi 3 böyük adam biraz narahat olacaq. Hə, yəni bu bildiyin sedan platformasının üstüdür. Hündürlüyü Ona görə burada mənə- bir rahat həll tapıblar. Raqib bəy fikir verin. Bu hissə gəlir düz və arxa sərnişin hissəsini qaldırıblar yuxarı ki, burada əllə üstü olur. Maraqlıdır. Ki burada hündür sərnişin Əməlli uklon veriblər orada. rahat Əməlli otura oturma bilsin veriblər. burada. Hə. Qənaətbəxşdir, normaldır. Hə, üstəlik məsələn Pərviz bəyin öz reallığı var. Pərviz bəy həm də dedi ki, mən bunun mənim üçün belə bir baqaj lazım idi. Yəni ona bu avtomobili almaqda əsas səbəblərdən biri də baqaj idi. Baqaj yaxşıdır. Ha, o biraz böyük baqaj axtarırdı ki, müəyyən şeylər var ki, onları rahat aparıb gətirə bilsin. Ehtiyat təkər hər halda təkər yarım də var. çıxdı. Özü hamısı üstündə olan. Fulldur yoxsa yarımdır onu bilmirəm. Adətən yarım olur. Tam olmalı. Tama da oxşuyur amma. Yox, biraz yarım çıxır. Yarımçıq. Hə, yarımçıqdır. Onu da artıq get-gedə onsuz da demək olar ki, ləğv edirlər ki, yəni köpüyü ilə falan ünvana çatasan, amma yəni nəyə deyirəm? Tutaq ki, bax özündən istəyirəm o Y-klass olub onun əvvəlki avtomobili. Bunu həmişə deyəndə başlayırlar ki, siz nəyi ilə müqayisə edirsiniz, amma o məsələn Y-klassdan bu avtomobilə keçib. Niyə keçib? Məsələn, o deyir ki, Y-klassda mənim baqaj istəyimə cavab vermirdi. Bu işimlə əlaqədar mən hər gün bura böyük bir sumka var, ona aparıb gətirəm. İndi siz Yəni bilirsiniz də. qutudadır da elə. Qutudadır o qutu. Bu Y-klassın baqajına onu salmaq, çıxartmaq çox zülm olur çünki ağırlığı da çox. Çünki orada giriş ikisi idi də əsas. Kiçik güzbala ilə salırıq, əyirik.
Amma bunu 2 nəfər çox rahat qaldırır, qoyur, rahat da bağlanır. Ona görə əsas seçimlərimdən biri o idi. Görürsənmi, bu element bəlkə də nə bilim 1000 nəfərin arasında 2 nəfərə lazımdır. Bəli. Bəzən biz qınayırıq ki, o nədir, onu ona dəyişməzlər. Amma təkcə bir elementə görə ona kifayət edib ki, qardaş, mənə bu bəs eləyir də, mən bagaj, hibrid filan, onu qane eləyir. Rəqib bəy, avtomobil seçimi biz həmişə deyirik, bu individual. Bizə radioda deyirlər, mən filan maşın alım, filan maşını. Bax, adicə bəyim bu adamın bu istəyi var. İndi sən gəl bunu kənardan get dinən ki, get filan maşını al. Ayso, ona görə biz həm də o sualı verənə deyirik ki, bizə biraz məlumat ver də. Sürücü nə istədiyini biləndə, sürücünün istəyi nə olub? Ki, mən ustalara getməyim, lazım olanda hər şey tapılsın. Bəli. Yükünü daşıya bilim, qənaətli olsun. Bu da ideal seçim. Mən ümumiyyətlə deyim, mən 10 ildir maşın sürürəm. Bu 10 il ərzində 4 dəfə maşın dəyişdirmişəm. Hər dəfə maşını dəyişdirəndə öz istəyimə uyğun dəyişdirirəm. Mən hər gün Bakı-Sumqayıt keyib gələm. Mən aylıq yürüşüm 2500-3000 kilometr. Mən elə maşın seçirəm ki, o mənə həm ekonomi olsun, həm ailəvi maşın olsun, altı bazar istirahətə gedə biləcəm, həm əşyalarımızı qoya biləcəm, bagajım olsun. Yəni Hərçənd ki, bu ailə üçün o qədər də uyğun deyil və bu Bakı-Sumqayıt üçün uyğun deyil. Biz kiçik bir ailəyi, yəni iki böyük bir uşaq yerləşir, arxada rahat oturur. Bu şəhər avtomobilidir. Bu Bakı-Sumqayıt avtomobili deyil. Bu məsələn Uzun yol maşını kimi mən bəyənmirəm. Uzun yolda adamı yorur. Amma şəhərdə gözəl, yəni qısa məsafələrə ideal. Bax hələ əsas odur. Ona görə bizə də kimsə sual verəndə deyir ki, biraz biz sizi tanıyaq da. Yəni məsələ ancaq pul deyil. Adam yazır ki, 40 min pulum var, nə alım? Yəni bu düzgün deyil. Mən deyim ki, 40 min pulum var, get nə bilim Çanqan al, Toyota al, nə al. Biz səni tanımalıyıq, sənin gözləntin nədir, hətta sənin gəlirin nədir, ailəlisən, subaysan və s. Bütün bunları biləndə, bizim üçün bir fikir formalaşır. Onda deyir ki, qardaş, o sənə daha uyğundur. Artıq özün get bax qərarı ver. Amma burada Pərviz bəy öz o gözləntilərinə uyğun bir avtomobil tapıb. İçəridən necədir? Oturaq salona və biraz da salondan bir baxış edək. Avtomobildə əyləşdik. İlk təəssüratda təbii ki, bu var. Yəni bir kiplik var, bir yığcamlıq var. Aydın məsələdir ki, bu Y-klass deyil və hara getsə sən daha, yenə də deyirəm, mənim fikrim budur ki, bu sedandır. Sedanın elə bir ki, biraz üstünü qaldırıblar. Eynən. Mən bir dənə Rəqib bəy, kiplik var avtomobildə. Toyota'nın o istənilən modelində o kiplik hissi olur. Amma səs ötürmə hiss edirsiniz, təkərin səsi biraz salona var. O abeshunka deyilən o izolyasiya məsələsi var. O da böyük ehtimal Çin avtomobillərində bu daha çox olur. Təkər arkalarının o səssizliyi, abeshunqası zəif olur. Onun əslində çıxış yolu var da. Yəni get bir dənə izolyasiya elətdir, dart getdi. Adam da yeni avtomobil alıb, bunu təzədən niyə sökdür, onu sökdür. Onu məsələn də indi çox ona həssas olan adam eləyə bilər, amma Pərviz bəy arkada oturmuşdunuz indiyə kimi, yoxsa birinci dəfə? Arkada 1-2 dəfə oturmuşam. Nə hiss edirsiniz arkada? Arkada oturmaq maraqlıdır. Məsuliyyətdən azadsan yəni o baxımdan. Mənim ən sevmədiyim şeylərdən biri də budur, burada qoltuq altı yoxdur. O da yəni komplektasiyaya aiddir, görürsən. Yoxdur, yəni bu maşında. Maraqlıdır, yəni onun da pulunu versə qoyarlar, yoxsa yox. Onu da bəlkə də elətdirə bilər, amma ön hissə Rəşad usta demişəm, bura çox kasıbdır. Rəqib bəy, bax adi bir şeydən, qoltuq altdan söhbət düşmüşkən. Qoltuq altı fikir verin. Normalda sürücü qoltuğu bu hissəyə qoymalıdır, belə bu hissəyə. Qoltuq burada olmalıdır. Yəni rahat sənin yerin olurdu orada belə. Aysel, qoltuğun ancaq fikir verirsiniz, dirsən bir dənə burası yerləşir, dirsək tam yerləşmir. Əslində bura qədər olmalıdır. Çünki yer azdır avtomobildə, məsələ odur. Hətta burada stəkan qabı, yox, burada stəkan qabı qoyub deyə. Bəzilərində bu irəli gedir, amma bunda getmir. Bəzi avtomobillərdə o irəli gedir. Mercedes'e gedirdi məsələn. Kompensasiya ediblər. Stəkan qablarını bura, əslində mövzu nədir Rəqib bəy? Digər avtomobilin o eni götürək də, eni kiçildiblər deyə. Bu stəkan qablarının adətən bör-börə durur belə. Yer azdır da. Bu bör-börə duranda da bu qədər yer yaranır, bu qoltuq altını gətirə bilir. Burada fikir verirsiniz belə uzunlamasına qoyub stəkan yerlərini. Ona görə də qoltuq altı gedib bura. Əslində bəlkə bu sükan başlığı bəzi Hyundai'larda olduğu kimi düyməli olsaydı, orada da yer qazanacaqdı. Sadəcə o əlavə xərcdir də. Düyməli olanda da artıq bu nəyə gətirir, çıxardır? Bu yeni sürücü üçün də yeni bir xərcə çıxardır. O neytrala keçməməsi, amma bu birbaşa direct. Yox, yəni bu boyda yer artıq ehtiyac olmayacaqdı, onu demək istəyirəm. İndiki avtomobillər onsuz çox sel edir. Onu birinci Mercedes olmaq. Hətta önə ora gətirənlər var. Ələ keçirtməklə. Orada sən qazanırsan da. Burada xeyli yer qazanır. İndi demək olar bütün avtomobillər, elektromobillərin hamısı istifadə edir və
yeni modellər çoxsu istifadə edir. Burada balaca bir hissə, burada görürsüz. Yəni buradan da faydalı istifadə etməyə çalışırlar da. Məsələ ondadır. Monitor yəqin ki elə Amma özündən oradan gələndir. mən də bu məsələdə köhnə fikirliyəm. Mənə görə bu belə. əldə olmalıdır. Bəli. Tiptronik burada olmalıdır, bu da əldə olmalıdır. Yox, bu mexanik yanaşmasıdır Hə, təbii ki. Amma bu hissəni bax görsən, hətta bura belə düymələri əlavə eləməyiblər, sanki komplektasiyaya görə. Toyota'nın rəqibə sevmədiyim məsələləri bilsən nədir? Bax bu məsələlər. Pul ver artırım. Mən sənə bir misal çəkeyim ondan. Deməli bir böyük bir şirkətin nümayəndə rəhbəri biz iş gördükdə onlarla. Evet. Və bir dəfə gəldi mənlə görüşdü. Adam bir nahar təşkil elədi buna görə. Yəni əməli başlı mənlə ciddi görüş istədi. Mən dedim görürsən nə olub da, yəni gəldi, görüşdük falan. Bütün görüşün nəticəsində məlum oldu ki, adam məndən 400 manat endirim istəyir. Və mən dedim ki, yaxşı, mən bunu elədim sizə. Amma sizin şirkət çox böyükdür də, nəhəng şirkətdir. Mənim 400 manatın belə pis çıxması nəyinizə lazımdır? Dedi ki, o mənim bir dənə işləmə maaşıdır da, onu verəcəm. Yəni bu sənin gözünə belə şey gəlir ki, 3 dənə düyməyi niyə qoymursan? Bəlkə də Toyota üçün 10 milyon deyir. Anlayıram Rəqib bəy, o Amerikanın avia şirkətlərindən biri menyudan zeytunu çıxartmaqdan neçə milyon illik qənaət eləyib. Ay sağ ol. Üç Hə, dənə avia zeytunu şirkətlərdə hə. çıxartmaqla. Ay sağ ol. Yəni bu bizə belə görünür, amma o xərc əmsalında hərçənd ki, çox ucuz deyil deyək. Rəqib Yəni bəy, o dönənə rentabel. qədər, Çin olmayana qədər bu bizə batmırdı. Hə. İndi batır. Çünki alternativ var. Ha, indi Bizə indi təsirli olmur. indi o pulsuz verirdi ya, Ay artıq sağ ol. batır. Sən oradan geri dönmə eləsən əla olar. Elə buradan. Kamera. Mən bir yaxşı yer Yo, qoymuşam yo, elə bu monitorda. xəttdən. İstəsəz elə də gedin. Elə bu xəttdən dönə bilərsən də. Buradan dönə bilərəm. Hər halda elə göstərir ki, dönə bilərsən. Hə, nəyi demək istəyirəm? Məsələn, o baxımdan, bəli, bu minimaldır. Mən bilmirəm heç bunun başqa üst komplektasiyaları varmı? Pərviz bəy, siz belə bir variantlar aldınız sifariş eləyəndə yoxsa Mən yox? üst komplektasiyalarda nə görmüşəm? LED işıqlar görmüşəm. Adicə baqajı əllə prisos açılıb bağlanan var ya, onu belə ödənişlə qoydururlar yəni. Amma var da o variant. O variantı görməmişəm. Hamı deyir mən pulla qoydurmuşam. Rəqib bəy, adi bir məsələni deyim sizə. O gün bir nəfər elə bir Çangan 207 avtomobil almaq istəyirdi. Onunla maraqlanırdıq. Deməli, Honor versiyaları 37-38 min manatdır. Bir də flagshiplər var. Onlar hardasa 50 min manatdır. Siz təsəvvür edin, 12-13 min manat aralarında fərq var. Önəmli bir şey də yoxdur. Bunda proyektor qoyublar. Əlavə olaraq, nə bilim, bura monitor qoyublar. Mənasız şeyləri artırıblar. Qiymət də ki 30%, 40% fərqlidir. Qacıtlardır da, Hə, qacıtlardır. bax o indi bunda da əslində biz götürəndə indi bugünkü gündə bizi qiymət qane edir. Biz indi deyirik ki, bu niyə yoxdur, bu niyə yoxdur. Yox, qane deyəndə əslində 40 mindir bu gün bunun qiyməti. Onlar da olsa 50 min olacaq da dərd orasında. Hə, amma biz 40 minə bugün Hə. siz deyən kimi o Çinin subsidiyalardan faydalanaraq bizə təklif olunan yaxşı maşınların görəndə deyirik ki, niyə yox, onda o varsa səndə bu heç olmasa bu olsun da ən azı. Biz demirik ki, burada böyük monitor olsun, nə bilim o bu. Amma bu həqiqətən görürsən ki, hər şey minimaldır. Yəqin ki, burada da Çin nömrəsi falan taxmaq ehtiyacı yoxdur. Yoxdur. Bu Adi birbaşa vezlə. CarPlay ilə. Hə, CarPlay ilə qoşulursan. Ha, o əla. Əslində CarPlay ilə qoşandan sonra sənin üçün hər şey həll olunur da. Bəli, Telefonun burdadır. Sadəcə orada artıq internet. Bəli, araya interneti girir. də ki, çox işlədir Bəli. də avtomatik. Hə, o Kör internet. zonaları demək olar ki, narahat eləmir məni. Yoxdur demək olar ki, güzgüləri Hətta bax bu çıxıntılar da belə əlavə avtomobilin var. ölçüsünə görə güzgüləri çox böyükdür, Çox möhtəşəmdir. böyükdür. Güzgülər çox böyükdür. Çox belə, bax son vaxtı BMW X5-i sürürəm, çox əziyyət çəkirəm o güzgüyə görə. Avtomobil bundan qabariti bir 30-40% böyükdür, güzgüləri də 30-40% bundan kiçikdir hələ. Hə, elə. Hə, mən belə sərt döngələrə, sərt abqonlara çıxanda artıq yerimi dəyişirəm. Bax belə əyilib bir dəfədə baxıram ki, dəqiq görüm. Hə, bütün Bunun görüntü çox xoşuma gəldi. Görüntü əladır. Nə bu hissə sıxmır məni. Güzgüləri də görürəm, kör zonası da açıqdır. hələ biz Əladır. sənin üçün bunu açmamışıq. Bunu açacaq lap bilsin ki, nə qəşəng. Hə, o. Sağ olsun o da fikirləşib çıxdı qardaşlar. Hə, mən azı bunu eləyiblər də sənin üçün, nə istəyirsən. Hə. Amma Əlləndə. gedişatı da ki əladır. Xoşuma gəldi. Gedişat dedim ki, bunun Kənar əsl ən heç uğurlu bir tərəfi odur. Kənar heç bir səs yoxdur. Lazım olanı sənə verir. Gedir. Bunun ən uğurlu tərəfi odur ki, Pərviz bəy bu avtomobilə demək olar ki, texniki olaraq pul xərcləyən deyil. Mən 3 dəfə yağ dəyişmişəm bu maşını aldığım gündən bu yana.
Vəssalam. Yəni Başqa heç- elə bir şey də yoxdur. Ya doğrudan da həmişə də onu deyirlər ki, bu nəyə var ki, nəyə də xarab olsun. O prinsiplə əslində yaxşıdır. Çünki sürücü o birisi nə qədər əla olsa da bir gün bir şey olanda sən gəlib nə bilim 15 min, 20 min nə qədərsə pul verməli olanda o səni yandırır ki, bütün o aldığın ləzzət boşa gedir. Rəqib bəy, zamanənin tələbi onsuz bizə nəyi deyir? Vaxtını dəyərləndirməlisən. Bəli. İndi məni fikirdə olan Ona gedə adamlar bilərik bizim maşına yəni. o qocalıb ölən qutarandan sonra artıq insanlar bu cür davranacaqlar. Avtomobil alım, xərci olmasın, Hə. sürüm, bir neçə ildən sonra bunu dəyişərəm. Amma biz də onsuz o 5 ilə biz də o pulu qoyuruq, amma ustalardayıq bütün günü. Hə də elə məsələ Onu də ondadır dəyiş, da. bunu dəyiş, bunu şeylər. Nə var deyirsən ki, tutaq ki, nə bilim, mən güya zövq alıram, sən amma zövq almırsan. Sən belə düşünürsən ki, sən tutaq ki, o biri maşında daha çox zövq alırsan, nəinki bu maşını sürən. Amma xərc olaraq bu adam heç nə xərcləmir. Sənsə ki, Rəqib bəy, elə bir ucdan mən ustalardasan. mən zövq alacağım yeni avtomobilin qiyməti həddindən artıq bahadır. 200 min, 300 min manatdır. Mənim də tutam ki, büdcəm 30 min manatdır, amma zövq almaq istəyirəm. Nə etməliyəm? Başlamalıyam o mazoxist həyatı yaşamağa. Mən də deyirəm ki, gedib o zövq alacağın 200 minlik maşının 30 minlik variantını almaqdansa ki, artıq 20 ilindir, tökülür, ən çox pul o tələb edəcək. Elə al bunu sür də. Rəqib beyin dəyişməlidir də. Mən ona görə deyirəm, gərək mənim kimlər aradan çıxar. Ha, elə beyin dəyişməlidir, ondan sonra keçsin o. Alıb keçənə qədərdir. Mən də elə deyirdim. Elə? Keçəndən sonra adam rahat keçir. Keçəndən sonra o reallıqla barışırsan ki, yox o nə olub ki? Əslində yenə də deyirəm, mən də tərəfindəyəm ki, adam vaxtının dəyərini bilir. Maşına görə o gəlib 2 gündən bir heç bir yerə getməyəcək. Hər bir şey, amma indi minimalistikdir də, bu aydın məsələdir. İndi istəyərsə əlavə nəyisə komfortu adam müəyyən şeylər edə bilirsən. Amma onunla da barışanda ki, mənə nə lazımdır? Ümumiyyətlə o mənə lazımdır o sualı verəndə. Çox vaxt o cavab alırsan ki, çox sənə lazım deyil. Mən şəxsən də çox arzulamıram ki, belə olsun, belə olsun. Ambiyans işıqlar olsun. Mən belə şeylərin tərəfdarıyam. Çox sevmirəm. Belə görsənsin, falan şey belə. Maksimum istəyərsən izolyasiya eləyərsən. CarPlay-in var, buradan normal radiolar var da yəqin ki bunlarda. Radiolar var da biz sizlə danışırıq. Yəni internet üzərindən deyil də. Yo, normal. Normal. Ay sağ olun. Onu deyirəm. Toyota köhnə ənənəni qoruyur Rəqib bəy. Toyota dediyim kimi, Toyota'nın əsas gözəlliyi odur ki, köhnə ənənədən çox kənara çıxmır. Yenə ənənəvi olaraq sizdə bu hissədə cihazlar lövhəsini verir də. Bəli. Sizin avtomobili ki, ən nifrət elədiyim məsələdir. Edab. Tesla'da yox. Bu hissədə heç nə yoxdur. Hə, yuxarıda bir dənə balaca bir şey var. O ənənəni Tesla başladı da, başlanılaraq bütün hər şeyi bura yığmaq. Mənə şəxsən xoş deyil ki, mən sürətimə baxmaq üçün mən bura baxım. Əslində mən axır vaxtlar o mövzuda çox deyinirəm. Deməli, biz Amerikada olanda yadva gəlirsə, bizə belə bir misal çəkdilər ki, bəs Apple falan kimi şirkətlərin uğuru həm də ondadır ki, orada o sahəyə aid olmayan nə qədər adamlar işləyir. Misal üçün deyək ki, bir polis var idi, pensiyaya çıxıb, bir nə bilim dövlət içində olan bir adam pensiyaya çıxıb, Apple bunu işə götürüb. Və sual versən ki, pensiyada olan polisin Apple-da nə işi var? Apple deyir ki, mənə onun da baxışı lazımdır ki, o mənim telefonumda nəyi görmək istəyir. Və bütün bunların fonunda sən demişkən, Tesla o qərarı kimdən aldı ki, yəni məsəl üçün bizim kimi adamların rəyi axı orada əks olunmur. Bəli. Və yaxud mən indi bunu Apple-ı işlədirəm, düzdür. Açıram, baxıram, bizə nə qədər narazılığım var. Deyirəm ki, o yəni doğrudan mı Amerikada mənim ağılda bir adam yoxdur, o orada boş-boş, biz onlara boş pul alanlar deyirik də, oturub orada ancaq ildə bir dəfə gəlirlər ki, nə fikirləşsən, o da deyir ki, mən polisəm, məncə burada falan şey olsa daha yaxşı olar. Deyir, əla, bunu nəzərə aldıq. Buna görə adam neçə minlərlə maaş alır. Yəni necə bizim ağılda bir adam yoxdur orada ki, qardaş, mənim bundan narazı qaldığım en qədər şeylər var. Sürücünün diqqəti yoldadırsa, sürücünün də hər şeyi göz önündə olmalıdır. Mən nəyə görə sürətimi bilmək üçün bura baxmalıyam. Hə, əslində yenə dedim, təhlükəsizliyə görə də səhvdir. Sadəcə hələ ki bunların statistikası ortaya çıxmır ki, o da bizim bazarlarda çıxsa da mənası yoxdur. Bu ya Amerikada çıxmalıdır, ya Avropada. Qaytarırlar. Siz fikir versəz, Çin avtomobilləri onlar da başdan konsept olaraq bu hissəni götürdülər. İndi artıq eyni məsələ burada da var. Sənin önündə də var. Hə də yəni bu görürlər tarix ki, boyu sürücü bunu istəyir. hə, bu tarix boyu boşu-boşuna belə olmayıb da. Yəni onun orada dayanmağın ancaq görünüş olaraq deyil, təhlükəsizlik məqsədi də var. Və Toyota bunu qoruyursa, bu əladır həqiqətən də. Xeyirli olsun Pərviz bəy. Təşəkkürlər, çox sağ olun. Yaxşı, xoş günlərə sürəsiz. Elə o gün olsun ki, elə deyəsiniz ki, nə bilim 200 min, yarım milyon getmişəm. Mən hələ ancaq şam, nakladka, nə bilim şey, yağ bu qədər. Yarım milyon gedəndə yığacam yenə də. də. Qardaş, qoy yarım milyon gedəndə ki, başqasını alsın. Alsın nə başqasın, amma bunu da sürsün də 100 yəni. min sürsün, getsin, bundan da Ay, gedər elektromobil var, acından ölərsən. Mən sənin üçün deyirəm də. Onun da redaktoru var da. Biz nəsə tapıb çıxardacağıq. Xeyirli olsun, növbəti çəkilişdə görüşərik. Sağ olun.
Düz 33. Danışacaq ki, siz toku düz zaryadka eləmirsiniz. Gəl məndən generator al. Nə bilim.